Herkese salam. Axşamınız xeyir olsun. Bəli, axşamdır. Uğuru yatışdırıb, yenə ortalığı yığışdırıb, qabları yuyandan sonra, mətbəxi yığışdırandan sonra yadıma düşdü ki, çoxdan da video çəkmirəm, vlog çəkmirəm. Ona görə də videonu başlatmaq istədim. İndi sizə keyfim olmayanda məni buzluqda ən xoşbəxt eləyən o şey göstərəcəm. Bir saniyə. Keyfim olmayanda məni buzluqda ən xoşbəxt eləyən şey sümüklü ətdir. 5 dəqiqəyə sümüklü ətləri üstünə soğan, kartof, markov, biber, varsa pomidor, ədviyyatlar falan töküb, qarışdırıb, öz yağında atıram bişməyə. Sos, fason, bunu duxovkada da eləyə bilərsiniz təbii ki. Həm dadlı olur, həm çox asan hazırlanır. Yəni, hal-hazırda məni başqa heç nə xoşbəxt eləyə bilməzdi. Çünki sabah evdə deyiləm, sabah yemək hazırlamalıydım. Düzdür, buzluqda yeməklərim var, amma onları çıxarmalıyam. Buzluğun açılmasını gözləməliyəm. Uzundur, yəni alınmazdı. Ona görə də sabahın iftar yeməyi. İndi bir də sizə başqa bir şey göstərəcəm. Keçən dəfə əslində bu barədə başqa video gəlməli idi, ayrıca bir video. Amma indi bir saniyə göstərirəm. Bu barədə əslində uzun bir video çəkməyi planlaşdırırdım. Çünki bu yarım fabrikatlar hazırlayanda özümə söz vermişdim ki, bunu ayrıca bir video olaraq hazırlayacağım və bəzilərinin hazırlamağını çəkdim. Əsas yeməkləri çəkdim. Amma sonra blinçikləri, börəkləri hazırlayanda mən bunu videoya çəkmədim. Çünki qarışıqlığa düşdü və tələsdim. Video çəkməyi unutdum. Unutduğum üçün də uzun videonu yükləmədim. Amma indi hazır buzluqdan börək çıxaracağım. Elə bu videonun içərisində qısaca göstərmək istəyirəm. Çünki ürəyimdə qalar. Ürəyimdə qalar. Bunlar bilirsiniz nədir? Aşqaralarıdır. Sadəcə özümüzə qədər 2 dənə belə ayırıb qoymuşam. Sonra burada var blinçiklərim. Hətta bir neçəsini yemişik. İndi yenə çıxardacağım üzərindən. Bir saniyə. Sonra burada var. Bunu mən Instagramda bir dənə xanımdan öyrənmişəm. İçərisində var yumurta, soyutma yumurta, göy soğan, bir də Holland pendiri, duz istiyor da belə. Amma çox qəşəng olur. Amma bunu bir dəfə belə adi qızartmaq kimi yox da şey olaraq yoxlayacağım. Belə yumurtaya, suxariyə falan batırıb qızartmağa. Məncə o buna daha çox yaraşar deyə düşünürüm. İnşallah ki yaraşar. Bir dəfə onu belə yoxlayacağım. Ondan hələ buzluğa qoyduğumu yeməmişik, amma buzluğa qoyduğumdan əlavə çıxmışdı. Onları artıq yemişik. Sonra burada üzərindən istifadə edəcəyim kələm dolması var. Açıb göstərməyəcəm. Bir də uzun. Burada həm toyuq, həm mal əti kotletləri var. Sonra burada videosunu əvvəlki videoda səhv eləməmsə şey var. Bundan da istifadə eləmişik. Pomidor, biber dolması da arxada da pomidorlar var. Burada börəklərimdir. Bunlar içi göbələkli, toyuq ətilidir. Orada da yarpaq dolmam var. Bunları hazırlamaq, hamısını birdən hazırlamaq düzdür çətin oldu. Amma çox, yəni ən azından ürəyim rahatdır ki, yemək çatdırmasam ya da məsələn kimsə gəlsə ya da ən pis halda məsələn bu börəkləri, blinçikləri necə istifadə edirəm. Akşamlar yoldaşım üçün sahur hazırlayanda hazır qoyuram. Çünki gecə oyanmıram bir də. Sahur hazırlayanda bunlar belə çox kömək edir. Məsələn bunların bir ikisindən götürürəm. Yanına başqa şeylər də qoyub boş qabardırıram. Bəlkə bir yerdə də hazırlayarıq. Bunlar onda mənim əlimdən daha çox tutur. Nəinki belə hələ ki çıxardıb özüm yeməmişəm, inanırsınız. Yeməklər yox, yeməklər təbii ki yemişik, amma belə yarım fabrikatları yeməmişik. Bir də sizə nə göstərəcəm. Burada məsələn ətləri həmişə formada nazik qat qoyuram ki tezəlsin. Sonra burada oğlumun son qalan toyuq əti tikələridir. Burada oğul üçün hazırladığım gül kələmlərdir. Bunlar xaladenikdə çox qalanda xarab olur deyə həmişə belə qoyuram. Bir də tək qalan boranı dilimi var. Bu bilirsiniz nədir?
səhv eləmirəmsə kələm dolmasının içidir. Bükdüm, sonra kələmim qutardı. İç qalmışdı. Sonra mən də dedim ki, onu saxlayayım. Şey olmasın. Burada geçən dəfə bizə rəfiqəm gəlmişdi. Onun üçün Kiyev kotleti hazırlayırdıq. O sağ olsun bizim üçün də qoyub. Təmizlənmiş şabalıd var, təmizlənmiş lobya var. Arxada da pişmiş toyuq əti var. Salat hazırlamaq üçün hazırdır. Arxadakı heç o balıqdır. Babası nəvəsi üçün gətirir. Yəqin ki, biz də yedik. Burada kənd südü. Amma keçən dəfə həvəsdən çıxartdım ki, qatıq çalım. 2 dənə belə banka heyf oldu. Bilmədim, mənim günahım oldu, yoxsa bəlkə ondan istifadə edə bilmədim. Burada soğanlar həmişə artıq qalanda atıram. Biberlərdir. Sonra burada belə təmizlənmiş, yarım pişmiş noxudum olur. Onu da yaydan qoymuşdum, səhv eləmirəmsə. Marultla, milçə xəmiri falan filan. Uzluq bu qədər. Ürəyimdə qalmadı. Axır ki, çəkdim. Bütün günü gözlədiyim həmin o an bir stəkan çay, huzur dolu içəcəyim, yanında şirniyyat. Yəni, bir insan bunun xəyalını qura bilməzdi həqiqətən. Mən bunun xəyalını qururam. Bütün günü bunun xəyalını qururam ki, axşam olsun, uğur yatırım, bir stəkan çayımı içim. Çayımı içim, sonra boşqabı hazırlayaq. Bir yerdə bəlkə hazırlayarıq. Dəqiq bilmirəm, son anda unuda bilərəm. Sonra yəqin ki, çəkiləcəm, ya yatmağa gedərəm, ya baxacaq vəziyyətə. Sizə Uğur üçün aldığım 2 dənə kitabı göstərmək istəyirəm. Dahilərdən 30 nağıl, bir də Şokolad kimi nağıllar 1-ci seriya. Bunun əslində seriyaları çoxdur, mən bunu çox bəyəndim. Şokolad kimi nağıllar 1, 2 və 3 var. Bir də burada səhv eləmirəmsə, bir də bunun 365 məktəbə hazırlıq. Bir də səhv eləmirəmsə məntiq olmalıydı.
Uşaqların zəkası, güclü məntiq, bağçada məntiq öyrənək falan bu kimi seriyalar var. Yəqin ki, qarşıma çıxsa növbəti vaxtlarda alacağım. Çünki düzdür, oxur üçün hələ tezdir, amma hər dəfə adamın qarşısına belə kitablar çıxmır. Ona görə göstərirəm. Kimin qarşısına çıxsa bəlkə almaq istəyər. Biz Qələm Kitab Evindən almışıq. Təsadüfən rastıma çıxdı. Burada məsələn nağıldır, qısa nağıllardır. Yəni Uğurun yaşı üçün bu daha uyğundur. Nəinki düzdür, hələ ki danışa bilmir, cavab verə bilmir suallara. Amma yenə də qısa nağıllar diqqətini daha çox çəkir. Nəinki uzun oxuyursan onlar. Qısa nağıldır, arxasınca həmin nağıl haqqında suallardır. Yəqin ki, bu kitab biraz uzun müddətli kitabdır. Elə bir yaş kitabı deyil də, yəni sadəcə olaraq belə bütün nağıllardır, qısa, altında nağıllar haqqında suallardır. Hər nağılın altında həmin nağıl haqqında sual verilib. Bu belə. Bir də burada Şokolad kimi nağıllar 1-ci bölümdə, yəqin ki, bunun hamısı belədir. Ben üstündən keçmişik deyəndə bunu nəzərdə tuturam. Şəkilləri o qədər xoşuna gəldi ki, mən də şey eləmədim, almadım əlindən. Məsələn, burada dəniz heyvanları haqqındadır demək olar. Dəniz heyvanları da var, quru heyvanlar da var. Məsələn, heyvan haqqında qısa məlumat verir, harda yaşayır, vəzifəsi nədir, nə ilə qidalanır falan filan. Sonra həmin heyvan haqqında hekayə verir. Məsələn. Amma bu hekayələr biraz uzundur. Bu bilmirəm nə qədər diqqətini çəkəcək. Çünki yarıda qoyur, çıxır gedir. Axıra qədər qulaq asmaq istəmirəm. Ona görə nağılı 2 hissəyə bölüb oxumaq məcburiyyətində qalıram. Məsələn, mən bir dəniz atıyam deyir. Burada dəniz atı haqqında misallar göstərir, məlumat verir daha doğrusu. Sonra dəniz atı haqqında hekayədir. Burada məsələn çox heyvanlar haqqında var. Sizə belə qısaca göstərim. Dəvələr haqqında, pingvinlər haqqında, begemotlar haqqında, sincablar haqqında, balıqlar haqqında, delfinlər haqqında və s. Belə uzun-uzadı. Hətta deyəsəm bunun da içərisində suallar var. Yox, burada başqa mövzuda suallardır, səhv eləmirəmsə. Ya da bəlkə həmin mövzu haqqındadır. Bunu görə oxuduqca baxaq. Hələ başdan 2 bölüm oxumuşuq deyə bilmirəm. Bu qədər. Allah amanında növbəti videolarda görüşənədək.